Salam abituriyentlər və müəllimlər. Bugün Dövlət İmtahan Mərkəzinin qəbul imtahan tipli test tapşırıqlarından, sınav toplularından ümumi sınav 19-un deməli cavablarını işləyəcəyik. Vaxt itirmədən keçək elə birinci sualımıza. Deyir, polipeptid zəncirdə iki peptid rabitə əmələ gətirən amin turşu qalıqlarının funksional qruplarının yəni burada amin turşusunun radikalsız hissəsi kütlələrinin cəmi bir peptid rabitə əmələ gətirən amin turşusu qalıqlarının funksional qruplarının burada artıq amin turşusunun radikalsız hissəsi yenə nəzərdə alınır. Kütlələrin cəmindən 6478 vahid çoxdur. Bu polipeptidi kodlaşdıran genin kodlaşdırıcı hissəsinin transkripsiyası zamanı ayrılan suyun kütləsini hesablayın. İlk öncə başa düşək görək bu nə deyir? Deyir, bir polipeptid zənciri var və burada iki peptid rabitə əmələ gətirən amin turşu qalıqlar. Biz bilirik ki, peptid rabitələrdə birdən amin turşu başlanğıcı olur. Sonra buradan ikinci, üçüncü, dördüncü, beşinci və sonuncu amin turşum artıq burada deməli zincirə əmələ gətirir. Burada ortadakilərin hamısı, tutaq ki, bura 2 olsun, 3 olsun, 4 olsun. Yəni bu əlbəttə ki, məsəl üçündür də. Baxıram ki, burada yalnız bu da 5 olsun deyək. Yalnız burada baxıram ki, başlanğıc amin turşular birə rabitə əmələ gətiribdir. Ortadakı amin turşular 2 rabitə əmələ gətiribdir. Baxsaq özündən əvvəl və özündən sonra. Yenə başlanğıcdakı bir rabitə əmələ gətirib. Sonuncu ilə başlanğıcdakı bir rabitə, qalanları isə 2 rabitə əmələ gətirib. Bu da deyir ki, 2 rabitə əmələ gətirənlər bir rabitə əmələ gətirənlərdən 6478 vahid çoxdur. Yəni demək istəyir ki, özdə əsasları çoxdur. Yəni radikalları çıxıbdır. Biz bilirik ki, amin turşular deməli rabitəyə qoşularkən 128 atom kütlə vahidində olur və orada H və OH-larını itirərək başlanğıc amin turşumda radikalla birlikdə 127, ortadakılar 110, ən sonuncu amin turşumda daha doğrusu başlanğıc amin turşum 111, ən sonuncum 127 atom kütlə vahidinə deməli bərabər olur. Və buradan da bizim radikalımızı 54-ümüzü çıxanda mən baxıram ki, əsasları bunun təkcə əsasi funksional hissəsi, yəni radikalsız hissəsi başlanğıcda 56, daha doğrusu 57, ortalarda 56, ən sonuncuda isə 73 olur. 73 olur. Yəni bu təkcə bunun əsasıdır. Yəni bilirik ki, burada radikalı çıxmışıq artıq. Yəni 54-ü çıxmışıq. Və bu orta hissə kənarlardan 6478 vahid çoxdur. Yəni 73 və 57-dən bunların cəmindən 6472 vahid çoxdur. Yəni bir də üstünə 6478 2 deyirəm mən də. 78 gəldikdə ortadakını biz alacağıq. Yəni bütöv ortadakı amin turşuların cəmini alacağıq. Bunu toplayanda bir dənə baxaq görək, toplayanda nə edir? Bir dəqiqə bunu silək. Deməli burada 6478 üstə gələk 73 sonuncu, üstə gələk əvvəlinci 57 funksional hissə bərabərdir 6600 daha doğrusu 6608. Deməli bildik ki, bu ortadakıların bütöv cəmi 6608-dir. Bu 6608 bunların cəmidir. Amma mən bilmirəm axı bu neçə dənədir. Bayaq dediyimiz kimi ortadakıların funksional hissəsi 56-ya bərabərdir. Yəni radikalı çıxandan sonra yerdə qalanı. 6608-i bölərəm 56-ya ki, görüm ortada neçə dənə amin turşu var. Baxıram ki, ortada 118 dənə amin turşu var. İndi biri başdadır, biri də sondadır. Deməli, toplamda nə qədər amin turşu var? 120 dənə amin turşum var. 120 dənə amin turşu. Və deyir ki, bu polipeptidi kodlaşdıran genin kodlaşdırıcı hissəsini 120 amin turşum gen olaraq neçə dənə nukleotidlə kodlaşar? 360 dənə nukleotidlə kodlaşar. Deməli, 360 dənə nukleotid iştirak edibdir bu hissəni kodlaşdırmada. Və ayrılan suyun kütləsini hesablayırıq. 360 nukleotid iştirak edibsə, deməli 359 mol su alınıb. 359 mol su alınıbsa, deyərəm ki, 360, aha, bir çıxdıq. Yəni bir vahid azdır da suyun miqdarı.
Bunun da kütləsini tapmaq üçün suyun kütləsinə, yəni 18-ə vuraram, edər 6462. Yəni cavab olacaq E variantı. Bu şəkildə hesablanacaq. Ümid edirəm aydın oldu. Biraz uzun məsələ idi deyə və funksional hissə ilə radikal hissənin fərqini məncə kitaba baxıb yenidən təkrar edib daha sonra bu testi bir daha izahını dinləməyə ehtiyac olacaq. Sonra ikinci test sualımıza gələk. Hansı genotipdə həm müxtəlif allel, həm də qeyri-allel genlərə rast gəlinir? Ümumiyyətlə, allel gen anlayışı nədir? Deyirik ki, biz bir əlaməti idarə edən genlər ola bilər ki, məsələn, gen olacaq, məsələn, rəng əlaməti. Bu rəng əlamətini idarə edən 2 dənə gen ola bilər. Məsələn, böyük ya, kiçik ya. Bu böyük ya, kiçik ya artıq eyni lokosdadırsa, bu allel gen olacaq. Artıq ikinci bir əlamət, bunun da qeyri-allel olacaq. Tutaq ki, forma əlaməti. Bu böyük B, bunun da eyni lokosunda kiçik B. Bu da forma əlamətidir. 2 dənə allel genlə idarə olunacaq. Artıq burada müxtəlif əlamətlər qeyri-allel olacaq. Amma eyni əlamətlər allel olacaq. Bu da mənə deyir ki, müxtəlif allel həm də qeyri-allel genlərə rast gəlsin. Mən baxacağam ki, böyük A həm eyni alleldir, həm də ki qeyri-alleli yoxdur. Böyük ya, kiçik ya. Burada da artıq eyni alleldir. Daha doğrusu müxtəlif alleldir, amma qeyri-allel yoxdur burada. Baxın, müxtəlif allel budur ki, böyük A ilə kiçik A olsun. Alleldir, amma müxtəlif alleldir. Yəni, eyni əlamətdir, amma müxtəlif gendir. Sonra, böyük A, böyük B, böyük B. Burada qeyri-allellik var. Amma müxtəlif allellik yoxdur. Eyni alleldir. Böyük A, böyük A. Bu da getdi. Böyük A, kiçik A, böyük B, kiçik A. Bəli, burada qeyri-allellik var. Böyük A ilə böyük B. Bunlar qeyri-allellik. Müxtəlif allellik varmı? Bəli, müxtəlif allellik də var. Məsələn, böyük A, kiçik A. Bu da müxtəlif allellikdir. Bunu götürürük. Sonra kiçik B, burada artıq eyni alleldir. Həm də qeyri-allel yoxdur. Cavab olacaq yalnız 4 E bəndi. Sonra gələk 3-cü. Antropogenezin mərhələlərinə aid olan canlıların müasir təsnifatda istifadə olunan hansı sistematik kateqoriyada birləşdirmək olmaz deyir. Yəni ki, burada antropogenezin mərhələlərinə aid olan canlılar düşünürük ki, yəni primatlara aid olan heyvanlar aləminə aiddir. Heyvanlar aləminə aid olan, baxırıq burada, hansı taksonomik vahid heyvanlar aləminə aid deyil. Məsələn, aləm, sinif aiddir. Tip aiddir, dəstə fəsilə bunlar aiddir, cins növ, bu da deməli heyvanlar aləminin taksonomik vahididir. Amma sıra bitkilər aləminə aid olan bir taksonomik vahiddir. Yəni termindir. Buna görə də cavab olacaq D bəndi. Sıra ümumiyyətlə heyvanlar aləmində yoxdur. Burada da antropogenezi mərhələsinə aid olan canlılar heyvanlar aləminə aid canlılardır. Sonra 4-cüyə baxaq. Əgər şibyəni əmələ gətirən hər iki canlıda həm plastik, həm də energetik mübadiləni həyata keçirən orqanoid varsa, deməli bu şibyə həm plastik, həm də energetik mübadiləni həyata keçirən canlı odur ki, həm tənəffüs eləsin, həm də ATF hazırlasın. Yəni ki, bu canlı mitoxondridir. Mitoxondrisi olan canlıdırsa bu, bunun biri 100% bilirik ki, göbələkdir. Göbələklər müasirdir və mitoxondriya, yəni iki membranlı orqanoidə malikdir. Şibyəni əmələ gətirən canlılarda deyirik ya göbələk üstə gələk bakteriya olacaq, ya da göbələk üstə gələk yosun olacaq. İndi burada deyir ki, mitoxondri var. Bilirəm ki, mitoxondri bakteriyalarda yoxdur. Deməli, ikinci bir canlım simbioz əmələ gətirən ikinci bir canlım yosun imiş. Biri ceyralı yosun imiş. İndi göbələk və yosuna aid olan fikirləri seçəcəyik. Eukaryot olan canlıların simbiozuna əmələ gəlir. Bəli, göbələk də eukaryotdur, yosun da eukaryotdur. Götürürəm. 180 qram qlukozanın tam parçalanmasından 38 mol ATF sintez edən canlıların simbiozuna əmələ gəlmişdir. Bəli, bu deməkdir ki, oksigenli mühitdə yaşayan bir canlıdır. Bəli, 180 qram glukozadan 38 mol ATF sintez edir bu canlı. Göbələkdə, yosunda. Enerji tələbatını yalnız glikoliz prosesinin hesabını ödəyən canlıların simbiozuna əmələ gəlir. Xeyr, yalnız glikolizdən ödəyən canlı gərək oksigensiz mühitdə, anaerob mühitdə yaşasın ki, parçalanmanın sadəcə 2 mərhələsi bunda getsin. Və bu da göbələk və yosunda ikisi də oksigenli mühitdə yaşayan canlıdır. Yəni, aləmlərə aid olan bütün nümayəndələr canlıda oksigenli mühitdə yaşayır. Sonra 4-ə baxıq. Eyni aləmə aid olan canlıların simbiozuna əmələ gəlir. Təbii ki, yox. Yosunlar bitkilərə, göbələklər də göbələklər aləminə aiddir. Eyni erada əmələ gələn aləmlərə mənsub canlıların simbiozuna əmələ gəlmişdir. Bəli, göbələklər də proterozoida, yosunlar da proterozoida əmələ gəlmişdir. Hətta Kemberdə
əmələ gəlmişdi. Proterozoy olmur onda, paleozoy. Yosunlar. Yox, proterozoyda. İkisi də proterozoyda əmələ gəlmişdi. Sonra 6-ya baxaq. Vegetativ və generativ orqanlara malik olan canlıların simbiozundan əmələ gəlmişdi. Xeyr, bunu da götürməyəcək. Cavab olacaq 1, 2, 5C bəndi. Sonra anadontanın sürfəsinin parazitik itliyi canlı haqqında hansı ifadələr doğrudur deyir. Sürfə paraziti edir balıqların pulcuqların altında. Onda biz balıqlara aid olan fikirləri götürəcəyik. Qan tənəffüs orqanından arteriya damarına keçir. Düşünürəm, qan qarnın ortasından gəlir qəlsəmələr, oradan da arteriya damarına keçir. Bəli, bu doğru fikirdir. Qan tənəffüs orqanından bilavasitə ürəyə qayıtmır. Düzdür, ürəyə qayıtmır. Az öncə dediyimiz kimi keçir bel arteriyasına. Sonra ürək boşluğundan çıxan və ürək boşluğuna qayıdan qan növü fərqlidir. Xeyr, ürəyində bir növ qan var, gələn də venozdur, çıxan da venozdur. Bütün burun dəliyi tənəffüs həm də qoxu bilmə funksiyasını yerinə yetirir. Xeyr, burun dəliyi sadəcə qoxu bilməni yerinə yetirir balıqlarda. 1 və 2 olacaq cavabımız A bəndi. Şiref su hidrasının hansı hüceyrələri həzm prosesini həyata keçirir? Ümumiyyətlə bilirik ki, həzm prosesini bir dənə həzm hüceyrələri, bir qrup hüceyrə, yəni həzm hüceyrələri həyata keçirir. Həzm hüceyrələrində 2 növü var idi. Vəzli həzm, qamçılı həzm. Qamçılı həzmdə baxıram ki, mən burada qamçısı olan, yəni bu çıxıntısı olan nə var? 4 var, bir də 6 var. 6-ya diqqətlə baxanda görürəm ki, bunun ətrafında belə çıxıntılar var. Deməli, bu artıq qamçı deyil, bu dalayıcı sapdır. Deməli, bu dalayıcı hüceyrədir. Götürürəm 4'ü və 4 olan variantlara baxıram. C var, D var. İndi C 2 4'dür. D də 4 5'dir. 5'ə baxıram. 5'ə diqqətlə baxanda görürük ki, burada kiçik-kiçik hüceyrələr var. Deməli, bu aralıqdır artıq. Özündə hüceyrə saxlayır ki, bərpa etmə xüsusiyyətinə malik olsun da 5 silinir. Qalır cavabımız 2 4. 4'ə də baxıram. Bəli, bu da vəzli həzm hüceyrəsidir. Bu şəkildə cavabımız 4 olur. Bu şəkil ümumiyyətlə görsəl əsaslıdır. Yəni, kitabda verilən şəkilləri dəqiq şəkildə yadda saxlamaq, amma bu şəkilləri tapmaq olar. 7-yə baxaq. Paleozoy arasında daş kömür dövründə başlayaraq yaranan siniflərin nümayəndələri döş sümüyü skeletinin hansı hissəsinə aid edilir? Daş kömürdə yaranıbdır kərtənkələ, yəni sürünənlər. Sürünənlərdən etibarən də artıq bilirik ki, döş sümüyə aiddir döş qəfəsinə. Döş qəfəsi də aiddir gövdə skeletinə. Cavabımız olacaq C bəndi. Sonra insanda venoz qan daşıyan arteriya damarlarından başlayaraq karbohidrat mübadiləsini həyata keçirən orqana çatarkən qanın hərəkət ardıcıllığı necə olar? Adlarını çəkmir, amma bizə deyir ki, venoz qan daşıyan arteriya. Yəni bu demək istəyir ki, ağciyər arteriyası. Deməli, mən başlanğıcı götürəcəm ağciyər arteriyasını. Yəni birinci olacaq 7. Sonra 7-dən başlayırıqsa, ağciyər arteriyasına getdi qan ağciyərə, təmizləndi, keçdi ağciyər venasına 6. Sonra gəlir ürəyin sol hissəsinə, sol qulaqçığa, sol mədəciyə. Sonra vurulur bədənə. Bədən üçün sol aorta qövsü bədənə vurulur. Bədənə vurulduqdan sonra karbohidrat mübadiləsini həyata keçirən mədaltı vəzdir. Deməli, bu mədaltı vəzinə getməlidir bu qan. Onun üçün mədaltı vəzi qanı hardan götürür? Qarnın artasından və daha sonra da ən sonuncu olaraq mədaltı vəzinin arteriyasına gedib çıxacaq qan. Burada olacaq 761, 243, 5. Burada cavab oldu A bəndi. 761, 243, 5. Düzdürmü? Hə, düz. Cavab olacaq A bəndi. Mitoxondri və lizosomdan fərqlənir. Mitoxondri deyil, lizosomdan fərqlənir nəyə görə? 1. Daxilində zula sintezinin getməsinə görə. Bəli, mitoxondrinin daxilində ribosomlar var, lizosomda yoxdur. Ona görə də mitoxondrinin daxilində zula sintezi gedir. Biri 1 olacaq. Fermentlərdən istifadə etməsinə görə hər ikisi fermentdən istifadə edir. Məsələn, mitoxondrin tərkibində ribosomlar fermentə hazırlayır və sonra mitoxondri istifadə edir. Eyni şəkildə lizosomda da fermentlərdə həzm fermentlərindən istifadə edir. Ona görə 2-ni götürmürük. Ribosoma malik olmasına görə, bəli, mitoxondri ribosoma malikdir. Ona görə bu bir başqa əlamət olacaq, fərqləndirən. Membranlı quruluşuna görə. Desəydik ki, membranlı, onu da götürərdik. Amma membran hər ikisində var. Ona görə 4 də götürmürük. Karbon O2 əmələ gətirməsi ilə, bəli, bilirik ki, mitoxondridə tənəffüs prosesi gedir və bu tənəffüs prosesində karbon O2 əmələ gəlir. Cavab olacaq 1, 3, 5, yəni B bəndi.
Sonra insan asqaridi yetkin sürfəyə çevrilənə dək damarlarda hansı ardıcıllıqla hərəkət edir? Deməli biz insan asqaridini, yəni insan asqaridi yumurta içində sürfə mərhələsində udur. Yumurta içində sürfə mərhələsində udanda bu gəlir bağırsaqda, artıq oradan sürfə çıxır. Deməli sürfə çıxıb bağırsağı deşirsə ilk hara keçəcək? Bağırsaq venasına. Birinci olacaq 4. Sonra bağırsaq venasından qan hara gedir? Qaraciyər venasına. Sonra olacaq 1. Qaraciyər venasında qan təmizlənəndən sonra həmin qan keçir aşağı boş veniyə. Deməli, asqaridin sürfəsi qandadır da. Bu çıxmayıb ki qandan. Hələ də qandadırsa qoşulacaq aşağı boş veniyə, gedəcək ürəyə. Ürəkdən sonra da vurulacaq hara? Ağciyər arteriyasına. Cavab olacaq 41, 32, yəni A bəndi. Sonra sarı bülbülün müxtəlif növləri arasında çarpazlaşma zamanı döllü nəslin əmələ gəlməsi hansı kriteriyə görə onları müxtəlif növlərə aid etməkdə çətinlik törədir. Biz bilirik ki, fizioloji proseslərdə, məsələn, çoxalma da bu prosesə aiddir ki, burada baş verən bu demək, kənara çıxmalar, hansı ki, biz bilirik ki, müxtəlif növlər çarpazlaşıb döllü nəsil verə bilməz. Amma məsələn, söyüd qovaqdır, sarı bülbüllə müxtəlif növləridir, sonra bülbüllə alacəhrədir. Bu artıq müxtəlif növlər olsa da çarpazlaşıb döllü nəsil verir. Deməli, bu artıq fizioloji kriteriyanı pozur. Yəni, bu çarpazlaşmadakı kriteriyanı pozur. Sonra 12-yə gəldikdə, insanda həzm sisteminə aid olub, eyni zamanda iki bədən boşluğunda yerləşən orqanlardan hansı proseslər gedir? İlk öncə mən baxıram ki, həzm sisteminə aid olan hansı orqanlar var? Ağız boşluğu var, qida borusu var. Məsələn, qida borusu hardan başlayır? Döşdə başlayır, gəlir, keçir qarın boşluğuna qədər. Biri olacaq qida borusu. Sonra keçir mədə. Mədə hələ də qarın boşluğundadır. Nazik bağırsaq, o da bir boşluqda, qarın boşluğundadır. Sonra keçir yoğun bağırsaq. Yoğun bağırsaq artıq iki boşluqdadır. Həm qarın boşluğundadır bir hissəsi. Sonra, məsələn, çəmbər və kor. Sonrası düz bağırsaq isə bir hissəsi artıq çanaq boşluğundadır. Onda mən deyəcəm bir də yoğun bağırsaq 2 boşluqdadır həzm sistemində. İndi buna görə artıq variantlara baxaq. Deyir ki, qidanın bilavasitə həzm kanalının ən genişləşmiş hissəsinə ötürülməsi. Bəli, qida borusu qidanı ən genişləşmiş hissə, yəni mədəyə ötürür. Bu 1. Qidanın bilavasitə udlaqdan qəbul edilməsi. Bəli, qida borusu qidanı hardan qəbul edir? Udlaqdan qəbul edir, mədəyə ötürür deyirik. 2. Əsasən suyun qana sorulması. Bəli, yoğun bağırsaqda suyun qana sorulması prosesi baş verir. 3. Bu yoğun bağırsağa aid olan əlamətdir. Qida qalıqlarının bədəndən xaric edilməsi. Bəli, düz bağırsaq, yoğun bağırsağın bir şöbəsi qida qalıqlarını bədəndən xaric edir. Ödün iştirakı ilə zülal karbohidratların parçalanması, bu bilirik ki, nazik bağırsağa aid olan şeydir. Nazik bağırsaq da bir tək qarın boşluğundadır. Sonra parçalanma məhsullarının xovlardan qana və limfaya sovrulması. Bu da xov deyilsə, bu nazik bağırsaqdan söhbət gedir. O da bir boşluqdadır. Cavabım olacaq 1, 2, 3, 4. Yəni A bəndi. Sonra 10-a baxaq. Bulmayaqlar tipinin növ sayına görə ən böyük sinifinin nümayəndələri bu tipin digər siniflərinin nümayəndələrindən nə ilə fərqlənir? Cücüləri nəzərdə tutur. Cücülərə aid olanları seçəcəyik. Qan damar sisteminin qazlar mübadiləsində iştirak etməməsi ilə, yəni elə bu olacaq. Cücülərdə bilirik ki, traxeyalar var və bu traxeyalar sayəsində deməli oksigen keçir toxuma mayesinə və bədən bu şəkildə toxuma mayesi sayəsində deməli oksigenlə zənginləşir. Qan sadəcə qida maddəsi daşıyır. Elə cavab olacaq A bəndi. Digər variantlara heç baxmağa da dəyməz, yəni vaxt itirməyək. 14-də insanın böbrəkləri haqqında hansı ifadə doğru deyil? Böbrəklər haqqında. Bax, qanı bilavasitə böbrək arteriyası ilə qarın artasından alır, düzdür. Sidik cövhərini qandan çıxarır, düzdür. Onlarda dəqiqədə təqribən 1 litr qan. Onlardan, bəli, ikisindən birlikdə 1 litr, düzdür. Onurğaya tərəf olan hissəsi basıqdır, düzdür. Dəsən heç burada doğru cavab çıxmayacaq. Böbrək piramidləri qabıq, böbrək piramidləri qabıq deyil, beyin qatında yerləşir, ona görə cavab olacaq E bəndi, doğru deyil. İnsanın ağız boşluğundan qəbul edilmiş qıcıqlar baş beyin yarımkənar qabığının hansı rəqəmlə işarələnmiş payında analiz olunur. Ağız boşluğundan hansı qıcıqlar qəbul oluna bilər? Dad və bir də dərəzəli hissiyatı. Mən dərəzəli hissiyatını bilirəm ki, 3-dür, yəni təpə nahiyəsidir. Ön pay alındı, arxa yanda gicgahdır. Bunlar da olmayacaq. Bu olacaq təpə nahiyəsində, o da cavab olacaq
C. Dərəcə hissiyatına görə. Daha doğrusu D. Yalnız 3. Hansı bitkilərdə yan köklər generativ orqandan inkişaf edər? Generativ orqan dedikdə, yəni toxumu nəzərdə tutur. Toxumdan inkişaf edən kök lazımdır bizə və bu kökdən də yan kök inkişaf edəsin. Hansının toxumu deyir, kökdən əmələ gəlməz. Yəni, hansının toxumu yoxdur bunlardan. Qatır quyruğunun toxumu yoxdur, amma yan kökü var. Planın toxumu yoxdur, yan kökü var. Kökümsövdan inkişaf edir bunlarda. Eyni şəkildə qıcının toxumu yoxdur və amma kökümsöv var. Yeraltı kökümsöv və onun üzərində yan köklər inkişaf edirdi. 1, 2, 3. Cökə, palıd, quduz otu bunların hamısı toxumdan inkişaf edir və toxum varsa əsas kök var. Yan kökdə əsas kökdən çıxacaq. Yəni əsas kökü qoya-qoya niyə gedib özünə başqa yerdə əziyyət versən? Bu da olacaq 1, 2, 3, yəni B bəndi. 17-yə baxaq. Onurğalılardan yalnız suda qurda yaşayanlara aid olan əlaməti müəyyən edin deyir. Qurbağaya aid olan seçəcəyik. Heç nə. Postembryal inkişaf dövründə vena damarlarından axan qan növlərinin sayının artması. Bəli, elə bu. Ümumiyyətlə, qurbağanın həyat dövriyəsində çömçə quyruğun postembrional inkişaf dövründə baş verən hər şeyi təkcə qurbağaya, yəni amfibilərə aid olan xüsusiyyətdir. Tutaq ki, məsələn, borlu sümüklərin əmələ gəlməsi, qan növlərinin sayının artması, hiss orqanlarının sayının azalması, sonra ətrafların inkişafı, sonra nə var idi orada? Qəlsəmələrin xarici daxil olub itməsi, ağciyərlərin əmələ gəlməsi. Bunlar hamısı nə vaxt baş verir? Postembrionalda. Bu da ancaq suda qurda yaşayanlara aid əlamətdir. Sonra Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Düsturlar. Deməli, K4L4, Y6 D1. Bu xaç çiçəklərə aiddir. K5L5, Y10 D1. Burada qayıqçıq və avar hissəsi ləçək birləşib. Deməli, o haradaydı? Paxlalılarda idi. Deməli, bunu götürdük. Birində xaç çiçəklər, digəri paxlalılar. Seçək. Bir çiçəyində mayalanmada 3-dən artıq qamet iştirak edir. Bu demək istəyir ki, yəni çox toxumludur. Hər ikisi çox toxumludur. Ona görə biri götürəcəm 3-ə. Toxumları arakəsmə üzərində yerləşir. Yəni, buynuz meyvədir. Buynuz meyvə kimdə var? Xaç çiçəklərdə. Toxumları tacıqlardakı yuvalarda yerləşir. Yəni, paxlalılarda. Biz bunu paxla meyvədə keçmişik. 3. Rüşeym kökcüyünə malikdir hər ikisi. Toxum varsa ümumiyyətlə, rüşeym kökcüyü də olacaq. Eyni şəkildə rüşeym gövdəciyi də olacaq. 1, 4, 5. Və bütün orqanları zilal ilə zəngindir. Əlbəttə ki, paxlalılar. Bilirik ki, paxlalılar ikinci ət də deyirlər hətta buna. Çünki çox zilallıdır. Seçək. 1-ə aiddir 2. 1, 4, 5. 2-ə aiddir 3, 6. 1, 4, 5. Düzdür. 3-ə də aiddir 1, 4, 5. Cavab olacaq C. Atomların biogen miqrasiyasını hansı növü və ya növləri həyata keçirən canlılarda toxumaya rast gəlinir? Ümumiyyətlə 3 dənə biogen miqrasiya var. Birinci, ikinci, üçüncü çox sadə. Birincidə bütün aləmin nümayəndələrinin bir hüceyrəliləri iştirak edəcək. Bir hüceyrəlilərdə toxum orqan yoxdur. İkincilərdə bitkilər, göbələklər və heyvanlar iştirak edəcək. Çox hüceyrəlilər də daxil. Yəni, iştirak edirsə, çox hüceyrəlilər də daxil iştirak edirsə, bu deməkdir ki, burada artıq toxumaya rast gəlinir. 1 olacaq 2. Üçüncüdə isə insan iştirak edir. İnsanın əlbəttə ki, toxuması da var, orqanı da var. Bir də 3. 2 ilə 3 cavab olacaq B. Sonra 20-ci suala baxaq. Bitki fərdləri X, Y, Z. Generativ orqanların növ sayı 1, 2, 3. Ontogenezi xromosum dəsti müxtəlifi 2, 2, 3. Endosperm malik olması yoxdur. Cədvələ 3 müxtəlif müasir növə, bunu diqqətlə oxuyaq. Müasir növə aid olan toxumlu bitkilərin əlamətləri verilir. Cədvəldə istəsən hansı ifadələr də olur? Müasir növ deyir deyə mən artıq qururam. Aşağıdan yuxarı gedək. 3 dənə generativ orqan olsun. Yəni çiçək, meyvəsi, toxum. Kimdə var? Örtül toxumlularda. Endospermi də var. Sonra 2 dənə generativ orqanı var. Qozası var. Toxumu var. Endospermi də var. Bu da olsun çılpaq toxumlu. Üçüncü isə generativ orqanı 1-dir, endospermi yoxdur, amma müasir bitki olsun. Müasir bitki, məsələn, hansını götürə bilərik? Deyərik ki, bu olsun erkək bir bitki. Məsələn, söyüdün erkək çiçəkləri. Bu da olsun yenə örtülü toxumlu. İndi buna uyğun, yəni erkək bir bitki, erkək örtülü toxumlu deyək buna. Uyğun artıq fikirləri seçək. X bitkisi aid olduğu şöbə Devon dövründə əmələ gəlib. Xeyr, örtülü toxumlar təbaşir əmələ gəlib.
Y bitkisinin endospermi yalnız ana bitkinin əlamətlərini daşıyır. Y-ə baxıram, bəli, endospermi var çırpaq toxumlarda. Deyirik, haploiddir. Sperm iştirak eləmir mayalanmada. Ona görə yalnız ana bitkinin xüsusiyyətlərini daşıyır. Biri olacaq 2. Z bitkisi birevli 2 cinsiyyətlidir. Z-ə baxıram ki, yəni ola bilər. Birevli 2 cinsiyyət, örtülü toxumludur. Hər şey də var, buradan baxıram ki, xromosom müxtəlifliyi də var. Haploid də var, yəni burada spermi yumurta hüceyrə əmələ gələ bilər. Diploid var, mərkəzi hüceyrə əmələ gələ bilər. Triploid ola bilər. Yəni endosperm. Yəni bu şəkildə deyə bilərəm ki, bu 2 evli ola bilər. 3. X bitkisi 2, daha doğrusu 1 evli ola bilər. X bitkisi 2 evli çiçəkli bitkidir. Bəli, erkəkçik ümumiyyətlə başqa bir çiçəkdədir və generativ orqan bir dənədir. Deməli, bu 2 evliymiş də. Bu başqa bir bitki deyilmiş. 4'ü götürdüm. Sonra Y bitkisində mayalanmada tozcuğun 2 spermisi iştirak edir. Necə yəni? Başa düşmədim. Y bitkisində xeyir, çılpaq toxumludur, spermin biri iştirak edir, biri məhv olur. Z-in aid olduğu şöbədə parazit həyat tərzi keçirən növlər yoxdur. Var. Sarı sarmaşıq deyirik ki, qızıl sarmaşıq da deyirlər. Örtülü toxumlara aiddir və parazit həyat tərzi keçirir. Bunda da bunlar getdi. Qaldı 2, 3, 4. Yəni B variantı. 21-ə baxaq. İnsan skeletinin şəkildəki hissəsinə aid hansı ifadə doğrudur? Döş qəfəsidir. Döş qəfəsinə aid baxaq görək nə doğru ola bilər. Yuxarı ətrafın skeletinə aiddir. Xeyir. Bu hissəyə aid olan qarışıq sümüklər normal kifozun əmələ gəlməsində iştirak edir. Bəli. Bəli. Onurğada deyirdik 4 dənə əyrilik var. Lordoz kifoz, yəni 2 növ 4-dədir. Lordozu boyunla belə əmələ gətirir, kifozu da döşlə olma. Buna görə də cavabım olacaq B bəndi. Tərkibində yenə. Tərkibində 2 peptid rabitə əmələ gətirən amin turşusu qalıqlarını yenə funksional hissəni deyir, radikalı saymır. Yenə 56, 57 və 73 ədədlərindən istifadə edəcəyik. 6608-dir. Bu zula sintez olunmuşdur. Yəni kütləsi bu qədər olan zula sintez olunmuşdur. İnsanda bu zulanın transliyasiyasına sərf olunan vaxt ərzində 1 saniyəlik ürək siklində ürək döyüntülərinin sayı neçə olur? Gəlin baxaq. Əmələ gətirən, deməli bunun orta hissəsinin kütləsi 6608-dir. Yəni ortadakıların cəmi. O zaman mən 6608-i bayaqlarında dediyimiz kimi ortadakı radikalsız deməli amin turşunun əsasının hissəsi nə olacaq? 56-ya bərabər olacaq. Onda mən 6608-i bölərəm 56-ya. Görüm ortada neçə dənə amin turşu var. Ortada 118 dənə amin turşu var. Bəs əvvəldə də 1, axırda da 1 var da. Toplamı deməli 118, 119, 120 dənə amin turşu var. Toplam 120 dənə amin turşu var. 120 amin turşum deyirik ki, maksimum minimum vaxtda, sərf olunan vaxtda deyil. Maksimum sintez olsa əgər 6-da 1 saniyədən minimum vaxtla 5-də 1 saniyədə deməli amin turşu radikala qoşulur. Daha doğrusu rabitəyə qoşulur. Deməli 120-ni 6-da 1-ə vuraram, eləyər deməli 12-ni 6-ya böləndə 20. 120-ni 5-ə bölərəm, yəni 5-də 1-ə vuraram, eləyər 24. Deməli 20-24 saniyə vaxt lazım imiş ki, bu amin turşu, bu zula sintez olunsun. Yəni amin turşular radikala rabitəyə qoşulsun. İndi 1 saniyəlik ürək sikli dediyinə görə 1 saniyədə bir dəfə döyünən ürək 20 saniyədə neçə dəfə döyülər? 20 dəfə. 24 saniyədə neçə dəfə döyünər? 24 dəfə. Yəni 1 saniyəlik ürək sikli 1 saniyədə bir dəfə döyünmə deməkdir. Sonra 23-ə gəldikdə paxla bitkisinin çiçəklərində çiçək düsturuna aid olan bitişik strukturların cəmi 144-dür. Hər bir çiçəkdə rüşeym kisəsi əmələ gələn zaman 35 hüceyrə mitoz bölünməyə məruz qalıb. Bu çiçəklərdə mayalanmada iştirak edən qametlərin maksimal sayı bilavasitə mayalanma nəticəsində əmələ gələn hüceyrələrdəki cinsiyyət xromosomlarının sayıları cəmindən nə qədər az olur? Uzundur, nəfəsim kəsildi oxuyana qədər, amma indi bir-bir aça-aça məsələni həll edək. Paxla bitkisinin düsturunu yazıram ilk öncə. Deyirəm ki, paxla bitkisində K5
L 3 üstə gələk 2, yəni 5. 3'ü bunun nə idi? Sərbəst idi, ikisi bitişik idi. Y də 9 üstə gələ bilir. Y 10'u idi axı, 9'u bitişik idi, biri sərbəst idi və D1. Bu düsturu budur paxla bitkisinin və burada kasacıqlar bitişikdir. 2 dənə buradan ləçək bitişikdir və 9 dənə də erkəcik bitişikdir. Toplamı nə edir bunun? Toplamı 9 üstə gələk 2, 11, 11 üstə gələk 5, 16. Görək 144'ü 16'ya böləndə neçə qalır? Görək neçədə nə burada çiçəyimiz var bizim? 16'ya böləndə nə qaldı? 9 dənə. Tapdım ki 9 dənə paxla çiçəyim var mənim. İndi deyir ki bir düşeyim hissəsində 35 dənə mitoz baş verir. Yəni görün bu bir çiçəkdə, bir yumurtalıqda neçə dənə toxum əmələ gəlir. Bilirəm ki bir toxum əmələ gələndə 7 dənə mitoz baş verir. 35 dənə mitoz baş veribsə x qədər toxum əmələ gəlib ki 35 dənə mitoz baş verib. Deyəcəm ki 7x bərabərdir 35'ə, x bərabərdir 5'ə. Deməli bir dənə yumurtalıqdan 5 dənə toxum əmələ gəlir. Mən də tapmışam ki 9 dənə çiçək var, yəni 9 dənə yumurtalıq var. Onda bir yumurtalıqdan 5 dənə toxum əmələ gəlirsə 9 yumurtalıqda da 45 dənə nə olacaq? Toxum əmələ gəlmiş olacaq. Toxumların sayını tapdımsa gerisi asandır. İndi mayalanmada iştirak edən qametlərin maksimal sayı. Qamet nə idi? 2 dənə sperm iştirak edirdi. Bir dənə yumurta hüceyrə iştirak edirdi. Yumurta hüceyrə. Deyir ki bu mayalanmada iştirak edən qametlərin maksimal sayı. 2'nin üstdən 1, 3 dənə qamet iştirak edirdi maksimum. Onu da deyəcəm ki 45'i vuraram 3'ə. Görüm nə qədər qamet iştirak edib. 135 dənə toplamda qamet iştirak edibdi. Bunu yadda saxlayıram. Sonra mayalanma nəticəsində əmələ gələn hüceyrələrdəki cinsiyyət xromosomları. Mayalanma nəticəsində əmələ gələn bir endospermdir, bir də zigotdur. Endospermdə 3 dənə cinsiyyət hüceyrəsi var, zigotda 2 dənə cinsiyyət hüceyrəsi var. 3'ün üstünə 2 gələndə edir 5. Deməli 45 dənə toxumda əmələ gələn hüceyrələrdəki cinsiyyət xromosomlarının sayıları cəmi. Aha, bir toxumda 5 dənə cinsiyyət hüceyrəsi mayalanma nəticəsində əmələ gəlibsə, deməli 9 dənə toxumda da 9 vuraq 5. Deməli 9 dənə toxumda da 45 dənə cinsiyyət hüceyrəsi əmələ gəlir. Nə qədər çoxdur deyirsə 35'dən çıxıram 45'in qalır 90. Cavab olur, fərq olur 90. Bu şəkildə bunun da izahı. Silək bunu. Ümid edirəm aydın oldu. Sonra gələk 24'ə. 24'də hansı proseslər hüceyrədə meyozun birinci bölünməsinin eyni xromosom sayına malik olan fazalarında baş verir? Meyozun birinci bölünməsinin eyni xromosom sayına malik fazaları biri profazadır, biri də metafazadır. Hər ikisində də 2'nin 4'cədir. İndi xromosomların spirallaşması bəli bu profazada baş verir. Nüvə qılafının əmələ gəlməsi bu telofazada baş verir. Buza aidiyyatı yoxdur bunun. 2 xromatidli xromosomların qütblərə çəkilməsi bəli bu da metafazada baş verir. Yəni çəkilməyə başlayır da. Burada biraz desək ki çəkilməyə başlayır daha doğru olar. 4. Stoplazmanın bölünməsi bu da telofazadır. 1 ilə 3 olacaq cavabımız. Sonra hansı bitkilərdə 2 qat mayalanma prosesində iştirak edən hüceyrələrin sayı toxum rüşeyində olan ləpələrin sayından 2 dəfə çox olar. 2 qat mayalanmadan 2 dənə hüceyrə iştirak edirdi. 4 dənə. 2 sperma, 1 yumurta hüceyrə, 1 dənə də mərkəzi hüceyrə. 4 dənə hüceyrə iştirak edirdi. Deyir bu 4 hüceyrə rüşeyində olan ləpələrin sayından 2 dəfə çoxdur. Yəni bu 2 ləpəli olsun ki, bu da 4 daxı, bundan 2 dəfə çox olsun. 2 ləpəliləri seçəcəyik. Qarğıdalı bir ləpəlidir, taxıl bir ləpəlidir, günə baxan 2 ləpəlidir. Nədir bu? Kələm 2 ləpəlidir. Cavab olacaq 2, 3. Ətçə balalı quşları seçək. Toyuq cücə baladır. Ördək cücə baladır. Qaz cücə baladır. Qaldı göyərçindən sərçə. 2, 4. Yəni bunların balaları çox aciz olur. Belə deyək. Uyğunluğu müəyyən edək. Qıcının qeyri-cinsi nəsli, yəni yetkin bitki. Qıcının cinsi nəsli, yəni protal. Seçək. Bilavasitə spordan əmələ gəlir, əlbəttə ki, protal. Bilavasitə rüşeymdən inkişaf edir, əlbəttə ki, yetkin bitki. Vegetativ orqanları var. Vegetativ orqanlar hansı vardır, yəni?
olsun kökü, yarpağı. Bu olacaq. Əlbəttə ki, yetkin bitkidə. Rizoidi var protalda. Artıq yetkin bitkidə bu kökümsova çevrilir. Sonra spordan protein əməməyə. Xeyr, protein əməmə mamırda olub. Bunun heç birinə aid deyil. Cavab olacaq 1 BC, 2 AD. Gələk, bir dəqiqə onları silək ki, rahat olsun bizə. Deməli, gələk bura. Sizə təqdim olunmuş situasiyanı diqqətli oxuyuruq. Aha, situasiyaya baxaq. İt ilə təcrübə aparan Pavlov şərti qida refleksi yaratmaq üçün onun qarşısında lampanı yandırmışdı. Bu zaman itdə ağız suyu ifraz olunmamışdı. Bu A'dır hələ ilk vəziyyət. Pavlov bir neçə gün itin qarşısında lampanı yandırmış və dərhal ona yemək vermişdi. Növbəti günlərdə artıq yemək vermədən lampanı yandırarkən işığa qarşı itdə ağız suyu ifraz olunmuşdur. Yəni ki, nə edibdir bu? Əvvəl itə işığı yandırır, görür itdə heç bir reaksiya yoxdur, sadəcə işığa baxır. Sonra işığı yandırır, yemək verir, işığı yandırır, yemək verir. İtdə artıq refleks yaranır, işığı görəndə elə bilir, yemək gələcək. Sonra artıq yeməyi verəndən sonra yeməyi götürür, yenə işığı yandırır, baxır ki, yenə işığı yandıranda yenə ağzından su axmağa başlayır. Axı elə bilir, yemək gələcək. Yazıq it belə bir situasiyanın içində olur. İndi baxaq görək 28-ə nədir? A təcrübəsi zamanı itdə hansı refleks yaranmışdır? A təcrübəsində dedik ki, işıq yanır, heç bir proses baş vermir. İtdə sadəcə it işığa baxır da, ağız suyu ifraz olunmur. Deməli, A-da təkcə səmt olacaq. Səmt əmələ gələcək. Səmt refleksləri də mərkəzi haradır? Orta beyin. Orta beyin. Deməli, səmt refleksi yaranmış olacaq və orta beyində tənzimlənəcək. B təcrübəsi zamanı, yəni işığı yandır, itə yemək ver. Bu zaman lampa hansı qıcıqlandırıcıya çevrilmişdir? Lampa artıq burada şərti qıcıqlandırıcıya çevrilmişdir. Çünki artıq lampa bir şərtdir it üçün. Ağzından su gəlsin deyə. Şərti qıcıqlandırıcıya çevrilmişdir. Şərti qıcıqlandırıcıya çevrilmişdir. Hansı refleks yaranmışdır? Şərti qida refleksi. Şərti qida refleks. Aha. Sonra B təcrübəsi zamanı yaranan refleksin əmələ gəlməsi və davamlı olması üçün nə etmək lazımdır? Ümumiyyətlə B təcrübəsində deyir ki, yəni axırıncıda lampanı yandırıb qidanı verəndə ancaq itdə lampanı görəndə ağzından su gəlməyə başlayır. Burada o deməkdir ki, bu artıq şərti qıcıqlandırıcı ilə, yəni lampa ilə daha doğrusu şərti qıcıqlandırıcının, yəni lampanı şərtsiz qida refleksi ilə möhkəmləndiribdir. Yoxsa bundan əvvəl lampa onun üçün təsirsiz qıcıq idi. Yəni lampaya baxanda heç bir şey təsir eləmirdi. Amma artıq şərtsiz qıcıqla, yəni yeməklə lampanı möhkəmləndirəndən sonra lampa çevrilir olur şərti qıcıq. Bu da davam olması üçün nə eləmək lazımdır? İtə davamlı yemək vermək lazımdır. Bunun cavabı olaraq da deyəcək ki, yəni şərti qıcığın şərtsiz qıcıqla möhkəmləndirilməsi lazımdır ki, təsirsiz qıcıq olan lampa daimi bir şəkildə şərti qıcıq olaraq qalsın. Belə də deyə bilərik cavabını. Cavab olacaq bu şəkildə, yəni yazmıram uzun olduğu üçün. Bu da belə, bitdi. Növbəti izahlarda görüşənə qədər.